Üz dərinizi ən azı 20 yaş gəncləşdirən, dərini şüşə kimi hamar edən, qırışları aradan qaldıran, üz dərisini ağardan, bəyazlaşdıran sadə, ucuz ev şəraitində bir maska sizlərlə paylaşacağım. Bax, mütləq qeyd edin, yazın, elə indicə yoxlayın. 15 dəqiqə sonra deyəcəksiniz ki, dərim dartılıb, ağappaq olub və yumuşalıb, parlaq olub. Nəticənizi də şərtdə yazarsınız. Yeganə mən çox xahiş edirəm ki, bax, bu qədər sizlər üçün faydalı maskalar, reseptlər, gözəlləşmək, sağlamlıq üçün, arıqlamaq üçün paylaşam. Bəziləri ərinir, videonu like eləmək, kanalıma abunə olmaq. Milyonlarla insanlar izləyir. Əgər əziyyət deyilsə, videonu like edin, kanalıma abunə olun ki, həm mənə də motivasiya olsun, həm siz də daha çox faydalı səhifələri izləyəsiniz. Reseptin maskanın hazırlaması üçünsə yumurtanın sarısının üzərinə 2 çay qaşığı kraxmal əlavə edirsiniz, 2 çay qaşığı süd əlavə elədiniz, qarışdırırsınız gözəl, üzlərinizə tətbiq edirsiniz, 15-20 dəqiqə qalsın quruyana kimi, sonra ilıq su ilə yuyun və nəticəni anındaca görəcəksiniz. Bu arada şərtdə də hansı ölkədən bu videonu izləyirsiniz yazın, özümə də maraqlıdır. Bu isə mənim 10 kilo bir ay ərzində arıqlayan Türkiyədən dəyərli izləyicimin nəticəsidir. Qarın nahiyəsinin öncə necə olduğunu və sonra necə dəyişdiyini özünüz də görə bilərsiniz. Ac qalmadan təbii yolla nəticəyə də zəmanət verirəm. WhatsApp-a mənə arıqlama proqramı yazın, hər birinizə məlumat göndəriləcək.